Gəlin bugün Çinin texnologiya paytaxtı Şençənə səyahət edək, amma ağlınıza gələn o futuristik mənzərəni unudun, çünki bugün biz tamamilə başqa bir şeydən danışacağıq, şəhərin xaotik, səssiz və tamamilə mopedlərdən asılı olan nəqliyyat sistemindən. Yəni Şençən deyəndə ağla nə gəlir? Yəqin ki, yüksək texnologiyalı maşınlar, bəlkə də gələcəkdən gəlmiş nəqliyyat vasitələri, düzdür? Amma işin əslinə baxanda mənzərə tamamilə fərqlidir. Şəhəri idarə edən avtomobillər deyil. Əslində bu, səssiz, elektrik mopedlərindən ibarət nəhəng bir axındır. Milyonlarla moped. Yaxşı, gəlin birinci bu elektrik basqını adlandırdığımız hadisənin miqyasına baxaq. Yəni, bunun böyüklüyünü anlamağa çalışaq. Şençəndə ilk qarşılaşacağınız mənzərə budur. Səkilər. Səki deyil, nəhəng bir moped dayanacağıdır. O dərəcədə doludur ki, piyadalar məcbur qalıb velosiped solaqlarında gəzir. Təsəvvür edin, o qarışıqlığın içindən öz mopedinizi çıxarmağa çalışırsınız. Dərhal onlarla siqnalizasiya işə düşür, tam bir səs-küy. Və bu təkcə bir yerdə deyil, hər metro stansiyasının qarşısında eyni mənzərədir. Və ən maraqlısı, bilirsiniz nədir? Bu moped mədəniyyəti sırf Şençənə aiddir. Məsələn, gedin Şanxaya və ya Hong Konga, yəni digər böyük Çin şəhərlərinə, belə bir şeylə demək olar ki, heç rastlaşmayacaqsınız. Yaxşı, bəs necə olub ki, məhz bu şəhər belə bir vəziyyətə gəlib? Cavab əslində çox sadədir. Hər şey kiçik, amma olduqca vacib bir qanun boşluğundan başlayır. Deməli, Şençəndə gördüyünüz o güclü, sürətli elektrik mopedləri qanuna görə nə sayılır bilirsiniz? Velosiped. Bəli, düz eşitdiniz, adi velosiped. Və bax, məhz bu kiçik detal hər şeyi başdan ayağa dəyişir. Bu velosiped statusunun nəticəsi nədir? O deməkdir ki, onu sürmək üçün sürücülük vəsiqəsi lazım deyil. Yol hərəkəti qaydaları da sanki sadəcə bir məsləhətə çevrilir. Nəticədə də insanlar səkilərdə sürür, hərəkətin əksinə gedir, yol ayrıcalarında dayanır və təbii ki, qəzalar gündəlik həyatın təəssüf ki, adi bir hissəsinə çevrilir. İndi bu qaydasız azadlığın üzərinə bir də iki şeyi əlavə edin. Həddindən artıq ucuz qiymət və demək olar ki, hər kəsin öz mopedini dəyişdirməsi, yəni modifikasiya etməsi. Qiymətlərə baxın, sadə, təzə bir moped cəmi 1600 yuandır. Bu təxminən $220 eləyir. Yəni demək olar ki, hər kəs ala bilər. Əlbəttə, daha bahalı modellər də var. Məsələn, 2500 yuanlıq, belə deyək, mopedlərin iPhone-u və ya daha ağır yüklər üçün 4500 yuandan başlayan işçi atı modelləri. Amma əsas məsələ odur ki, başlanğıc qiymət inanılmaz dərəcədə aşağıdır. Bəs enerji məsələsi necədir? O da çox sadədir. Mopedinizi park edirsiniz, ağır batareyanı qoparıb evə aparırsınız və notebook kimi adi rozetkaya taxırsınız. Baxmayaraq ki, şəhərdə ümumi enerji doldurma məntəqələri də kifayət qədər çoxdur. Və təbii ki, bu ucuzluq insanları yaradıcılığı sövq edir. Daha doğrusu, çox vaxt təhlükəli modifikasiyalara. İnsanlar mopedlərini hər ehtiyaca uyğunlaşdırırlar, amma təhlükəsizlik deyəsən heç kimin yadına düşmür. Məsələn, uşaq oturacağı quraşdırırlar, sadəcə 1-2 vintlə bərkidərək. Amma bəlkə də ən şok edici mənzərə ön tərəfə quraşdırılmış uşaq oturacaqlarıdır. Təsəvvür edin, uşaqlar əksər hallarda dəbliqəsiz, faktiki olaraq canlı bir təhlükəsizlik yastığı rolunu oynayır. Bir müşahidəçinin dəhşətlə dediyi kimi, qəza zamanı uşağın dişləri birbaşa idarə etmə panelinə çırpılır. Bütün bu moped maniyası təkcə insanların davranışını dəyişməyib. Bu, daha da iləri gedərək şəhərin öz fiziki quruluşunu, infrastrukturunu yenidən formalaşdırıb. Şençən çox yeni bir şəhərdir. Ona görə də şəhərin bu reallıqla necə mübarizə apardığını, necə təkamül etdiyini aydın görmək olur. Əvvəlcə geniş səkilər tikdilər. Sonra gördülər ki, mopedlər piyada körpülərindən keçə bilmir. Ora panduslar əlavə etdilər. İndi isə tam tərsi, piyadaları o mopedlərdən qorumaq üçün fiziki maneələr qurmağa başlayıblar. Elə bil ki, şəhərlə mopedlər arasında bitməyən bir mübarizə gedir. Bu vəziyyət həm də çox qəribə bir səs mühiti yaradır. Düşünün, şəhərdə demək olar ki, heç mühərrik səsi eşidilmir. Amma sakitlik də yoxdur. Əvəzində hər tərəfdən gələn minlərlə siqnal səsi var. Çox vaxt heç bir səbəb olmadan sadəcə vərdişdən basılan siqnallar. Tam bir səs-küy xaosu. Amma bütün bu xaosun, bu qayda pozuntularının arxasında çox vacib bir həqiqət dayanır. Bu mopedlər əslində Şençən iqtisadiyyatının onurğa sütunudur.
Şəhərin o məşhur super səmərəli çatdırılma xidmətləri var ha, bax onları ayaqda saxlayan, məhz modifikasiya edilmiş mopedlərdən ibarət bu nəhəng ordudur. Yekun olaraq qarşımızda necə bir mənzərə var? Tənzimlənməyən, xaotik, bəzən təhlükəli, amma şübhəsiz ki, inanılmaz dərəcədə səmərəli bir nəqliyyat sistemi. Və bu, bizi çox düşündürücü bir sualla üz-üzə qoyur. Bəlkə də şəhər nəqliyyatının gələcəyi elə budur. Xaotik, ucuz və yüksək səmərəli,